Şəki pitisinin hazırlanma qaydasını sizə indi göstərəcəyik. Şəki pitisinin bişməsində ən önəmli sahə Manqal üstü, basayıqdadır. Bu səhər yeməyi korumlu istifadə olunur. Var mannadır. Bu nə idi? Balıqları. Bunlar da Çin mənşəlidir. Çin mənşəli bunlar. Burada ala belə. Gəl. Bunun adı nədir? Bella. Bu Türkiyədir bu da. Kars çoban etidir bu da. Kars çoban eti. Kars şəhəri, bəli. Bu kanqaldır, bu da Türkiyənindir. Hazırda 27 ilə 33 qram arasında olur. Görürsünüz burada şirin şəkildə durub bax. Hovuzu var. Bura isə fremin sol tərəfdə belə dəsmallardır, qardırobdur. Bu güzgüsüdür. Sağda sanuzeldir. Şəkə gəlsəz mütləq bu məkana da gəlin dostlar. Suyun yəndən sonra əzmək üçün də bu cür əzilir. İçindəki o bu mən bilənə qədər Lənkəranda yetişir, amma burada da yetişir də bu. Burada da yetişir. Burada sitrus meyvələri də yetişir. Aha. Dostlar salam. Qalxdan gəldim Şəkiyə, Şəkidəyəm. Şəkidə qaldığım oteli göstərəm sizə. Evet. Gözəl görünüşlü İssam oteldir. Həm də spadır bura. İndi içəridə göstərəcəm sonra nələr var. Spasını göstərəcəm, hovuzlu, basenyasını hovuzunu göstərəcəm. Və dostlar qaldığım otellər Şəkidə. Spası var. Burada film otağıdır, buxar otağıdır burada. Daha sonra buxar otağından sonra bura salmasıdır, istidir. Və burada hovuzu yerləşir. Buranın hündürlüyü nə qədərdir? 170-180 hündürlüyüdür. Uzunluğu da 18 yarımdır. Və onu da qeyd edeyim ki, burada Şəkidə ilk dəfə qadınlar üçün üzgüçülük məşqi burada olur. Kişilər üçün ayrıdır, qadınlar üçün də ayrıdır. Bu oteldə yerləşir. Budur. Və birazdan mən də girəcəm suya, yoxlayacağım hovuzun vəziyyətini. Dostlar, burada da Türk hamamı yerləşir. Otelin içində belə böyük hamamdır. Yəni oteldə qalanlar buradan istifadə edə bilərlər. Təlim, üzüçülük təlimi var və burada qışda yeganə yerdir ki, qış boyu burada hamam fəaliyyət göstərir. Yəni ki, Şəkinin tam mərkəzində yerləşir bura. Buranın səhər yeməyini də göstərdim, otaqların vəziyyətini, şəraitini də göstərdim videoda. Və burada İssam Otel Spa Center'in üzgüçülük dərslərinə qeydiyyat davam edir. 6 yaş tamam olmuş, 16 yaşa qədər bütün uşaqlar dərslərə qoşula bilər. 1 sentyabrda möhtəşəm yarış keçiriləcək. Qaldığım bu oteldə masaj xidməti də var. Spadan sonra yəni ki, gəlib burada yəni ki, peşəkar ustalar tərəfindən masaj oluna bilərsiniz. Bu cür gözəl şəraiti var. Dostlar, otelin idman zalıdır. Burada da ki, bütün alətlər var. Sinə məşqi üçün qasış aparatları var. Yəni, əgər məşq edirsinizsə, yəni ki, heç bir məşqdən ayrı düşməyəcəksiniz də. Burada məşqinizi eyni qaydada davam etdirəcəksiniz. Bu fitness salonunda. Həm gəlirsiniz, hovuzda çimirsiniz, həm spada istirahət edirsiniz, həm fin hamamına girirsiniz, Türk hamamına girirsiniz, masaj olunursunuz, məşq edirsiniz, hamısı bu qiymətin içindədir. Belə. Gələcəm, indi otağı göstərəcəm. İndi sizə 4 nəfərlik otağı göstərəcəm. Məsələn, ailə ilə gəlsəz, bu otaqda qala bilərsiniz. 4 nəfərlikdir, şəraitini göstərəcəm. Bu bizim 4 nəfərlik otağımızdır. Sol tərəfdə belə dəsmallardır, qardırobdur. Bu
güzgüsüdür. Sağda sanuzeldir. Bu cür. Özdə qeyd edeyim ki, bunun vannası da var. Daha sonra burada monitoru var, böyük televizor. Burada da 2 dənə yataq var. Yataqlar da çox yəni rahatdır. Və təmizlik vasitələridir. Divannamı qeyd edirəm xüsusi. Valla otelimizin də mənzərəsi belədir. Dağların əhatəsində yerləşir. Bu qarşıda gördüyünüz şəklin ən hündür zirvəsidir. Oradan zirvəsi deyəndə oradan çıxırsınız, seyr etmək zonası. Bütün şəkil görsənir. Güllənin yanı. Yəni tam mərkəzləri gəzməli yerlərə yaxınlıqda yerləşir. İşte dostlar, İssam Hotel Spa'nın gecə görünüşüdür. Görürsünüz. Şəhərin mərkəzinə çox yaxın məsafədədir. Yəni turistik yerlərə rahat yerdədir. Gəldik otelimizin səhər yeməyinə. Göstərəcək səhər yeməyinə nə var burada? Qaynadılmış saşkadır, sosis, mangal üstü, yumurtadır. İsti-istidir özdə hamısı. Kalbasa yumurtadır. Pomidor. Buradakı yumurtalı sosisli. Çörəyimizdir, bu cür qurmasını eyni üzəri örtülübdür. Qara çörəkdir, qara çörək yeyənlər üçün. Sonra ətli kalbasadır, halaldır. Rus İngilizcə yazılıb ki, burada çoxlu turistlər olur, ona görə 3 dildə də yazılıbdır. Doyuqlu kolbasadır, sonra xiyardır, pendirdir, pomidor, kər yağı, bu da səliqə ilə doğranılıb qoyulubdur. Şordur, qarpız, yemiş, xama, qaymaq, zeytun, meyvə də belə portakal, alma. Bu zeytundur, bu cemdir, sonra şokolad yağı da bu cür, qatlaşdırılmış süd, bal, bu səhər yeməyi korundur, istifadə olunur. Var mannadır. Bu nə idi? Qara. Pudingdir, mannadır. Burada yoğurtlar var, qəşəng. Sonra bunlar meyvə şirələridir. Albalı sirəşi, sudur, süddür. Bu kakaodur. Qəşəng səhər yeməyi var ha burada. Qəşəng səhər yeməyi. Yoğurtdur, sonra bu cür çay içmək üçün vaffellərdir, kekslərdir, bu cür çay içmək üçün. Bunu uşaqlar xoşlayır. Ailəyə isə gələndə uşaqların ən sevimli yeməklərindəndir. Sonra qalət isti şokolad var, kofedir, çaylardır. Buradakı isti çaydır. Bunlar da içkilərdir. Daha dostlar, qeyd edeyim ki, bu şəkildə qaldığım otel tam mərkəzdə yerləşir. Və bu gördüyünüz səhər yeməyi qiymətə daxildir və burada qiymətə daxil olan hovuzdur, spadır, Cönərşol zağlıdır, bunların hamısı da bu qiymətə daxildir. Dostlar, səhər yeməyimizi götürdük. Bu səhər yeməyimizi yeyib, çıxacağıq Şəkini gəzməyə. Dostlar, indi otelimizdən girəcəyik Şəki Biogardenə. Sabah Biogarden. Dostlar, yanında Biogarden'in koordinatoru Cavad bəy var. Xoş gəlibsiz. O bizə Biogarden'i gəzdirəcəkdir və məlumat verəcəkdir Biogarden haqqında.
Belə daxil olaq bioqardenimizə. İlk öncə qiymətlərlə tanış eləyək. Girişi buranın Cavad bəy neçədir? Ödənişsiz girişlər yerli vətəndaşlar üçün 1 nəfər 5 manatdır. Xarici vətəndaşlar üçün isə 1 nəfər 10 manatdır. Ərazimizə daxil olunur. Ərazimiz flora fauna landşaftın çox gözəl bir konsepsiyasıdır. Daxil olan qonaqlar giriş ödənişini etdikdən sonra ərazidə sezonda yetişmiş meyvələrdən dilədikləri qədər yeyə bilirlər. Eyni zamanda 3 saatlıq bu ödənişin daxilində istirahət, meyvə yeməyidir. Kafe restoran xidmətləri də mövcuddur, uşaqlar üçün əyləncədir və heyvanatdır. Heyvanlara baxırlar, yerli və xarici heyvan növləri ilə yaxından tanış olurlar. Şəkiyə gələndə yəni mütləq dostlar, bura gəlin, baş çəkin. Nəhəng yerdir, böyük ərazidir, uşaqlarımızın ailəmizlə rahat gəlib burada əla vaxt keçirə bilərsiniz. Ərazimiz də 8 hektardan ibarətdir. 4.000-dən çox ağac, 50-dən də çox meyvə çeşidləri var. Maşallah. Dünyanın hər bir yerindən, Yaponiyadan tutmuş Amerika kimi burada bitki örtüyü mövcuddur. Bu hissəyə yaxınlaşanda isə burada bioqardenin orqanik bazarıdır. Burada əraziyə yetişən meyvələrin və o meyvələrdən alınan məhsulların satışı həyata keçirilir. Hansı ki burada gül sularıdır, ərik cəmidir, gülabdır, alma sirkəsidir, zəfərandır, ballardır və arı çayı tozları. Eyni də burada görülmüş meyvələr. Onlar bildirçin yumurtasıdır. Onlar Amerikan sortu bildirçin yumurtası, dekorativdir. Bunlar isə Texas Toyota sortu bildirçin yumurtalardır. Bunlar da aşağıdakı... Yekədir ama bunlar... Yekədir. Onlar sırf ətlik və yumurtalıq çeşidlərdir. O yumurtalarda görəsə aşağıdakı sort toyuqların yumurtaları, hansı ki pompomdur, bəli, Hollanda sortu, Türkiyə sortu, sultanlardır, rahibələrdir. Yəni burada çeşid çoxdur. Fərqlidir. Hər nə varsa fərqli bir şeylər. Bunlar isə Burada bioqardenin satış nöqtəsi sərinləşdirici içkilərdən, dondurmaların şeyi var. Sol tərəfdə də kafe və restoran xidmətləri mövcuddur. Yəni gələn qonaqlar dilədiyi kimi yerli və Amerika mətbəxindən, fast-foodlardan dilədikləri qədər təyamlardan dadlarına baxa bilərlər. Burada əyləncə seksiyonu buradan başlayır. Orada əyləncəsidir, oxudur, papidudur, trambolinidir. Uşaqlar üçün hər bir formada atraksiyonlar təşkil olunur. Əraziyə isə digər istiqamətimiz buradandır. Həftədə gördüyünüz kimi oxlarda bu istiqamət göstərir. Bu istiqamətlə biz hal-hazırda həm heyvanlara, həm də meyvələrin istiqamətinə gedəcəyik inşallah. bunlar da ki Bunlar da Amerikan sortu 3-4 bölgəndir. Mədəni sortdur. Meyvəsinin bir dənəsinin qramı 27 ilə 33 qram arasında olur. maşallah. Şanssızdır. Bunu da istəsələr yəni ki ala bilərlər də buradan insanlar. Meyvələrin hər biri burada bağda yetişən hər bir sezonda olur. Və dostlar göstərim böyük dəqiqətində buna bu. O İridir. belə balaca da yalan. O böyüyəcək. Böyükdür, böyük. Böyüyəcək. Aha. Bu nə gözəl ağacdır. Bu əsl orijinal şam ağacıdır. Bu hissədən isə bizim başlayır heyvanlar bölməmiz. Sağda asetin balıqlarıdır. Hə, bəli. Hansı ki birinci və ikinci kolodda onlar da asetin balıqlarıdır. Bunlar xüsusi burada bəslənirlər. Burada. Gözlüyü ilə məşğul olur. İçəridə faril də var hətta. O fareli onlardan qarışır. Oradan qarışır. Bundan sonra isə bu motor kolodlarda farellərdir. Fareller buradan başlayır. Atla kimi fareller. Faril balıqlardır. Keçdiyimiz arkalarda gördüğünüz kimi kivi arkalarıdır, üzüm arkalarıdır, börkən arkalarıdır. Bunların hamısı yəni burada olan meyvələrin bir təqdimatı kimi nəzərdə tutulur. Maşallah. Sol tərəf alma bağıdır. Burada siminkadır, sonra qəndi sinab olması gördüm mən. Simerinkadır, sinab almasıdır, qızıl əhməd Hətta- almasıdır. O kividir. Kividir. Kivi belə olur bax dostlar. Bu mən bilənə qədər Lənkəranda yetişir, amma burada da yetişir də bu. Burada da yetişir. Burada sitrus meyvələri də yetişir. Aha. Hətta mandalinidir, apelsini, greyfurtu, feyxuası, king kong'u, hər bir şey. Burada yox sözü yoxdur. Hər bir şey var. Sözü yoxdur. Müştəri nə istədi var. Burada da bayağı heyvanlar var. Bayaqsın yuxarıda dediyiniz bu Texas Toyota sortu bildirsən, bu həmin bildirçinlər yumurtalar. Burada bəslənirlər, təbii. Bəli. Bu da bu ümumiyyətcə bu sort ətlik və sırf ətlik yumurtalıqdır. Yuxarıda indi qaydalı olaraq baxarıq. Dekorativ sortda
bildirsinlər də. Onlar artıq dekorasiya üçündür. Dekorasiya, yəni bəzək üçün. Bəli, bəli. Burada da xarici sort qırqovullardır. Bunlar Çin sortu karollardır, qırqovullardır. Buradan başlayır. Bura almazdır, Hindistan sortudur. Burada Çinli gümüşü sortdur. Burada Yaponiyadır. Burada yenə qızıldır, Çindir. Sadəcə biraz pis vaxtda gəlişinə görə hal-hazırda onların tüklərinin dəyişən vaxtıdır. Bu vaxtdır. Onların hal-hazırda tüklərini töküb yenidən çıxartma fazlasına gəlirlər. Bu istiqamətdə göllərimizdir, ördək və qazlarımız mövcuddur burada. Bunlar da burada Bəli. sər üçün istirahət edirlər. Əla məkandır dostlar, həqiqətən də. Həm zoopark kimidir də elə bil ki, həm də alış-veriş mərkəzi. Sonra nə göstərə bilərik? Burada bax gələn qonaqlar düz o gölün yanında oturub tükür üçün yer nəzərdə tutulubdur. O buradakı balıqlar da koya balıqları. Bunlar da Çin mənşəlidir. Çin mənşəli bunlar. Bunlar da dekorasiya üçündür. Dekorasiya üçün yemək olur. Yemək sifariş etsələr olur da demək ki. Bunlar hal-hazırda söylüyor. Bunu sifariş Böyüyəndə. Böyüyəndə inşallah. Bəli. Göllər böyükləri var. Bu istəyən olsa göldən bənzər. Hətta istəyən olsa burada bir barmaqla təşkil edib, gələn qonağını öz balığını göldə tutur. Özü restorana verir, özü də tutduğu balığı yeyir. Hər şey. O şəraitdə var. Təbii, bunlar da karliklərdir də, yoxsa başqa? Və bunlar serebrisdir. Onlar qızılı serebrisdir. O yuxarıdakı da gümüşlərdir. Burada da bəhs edim o ikinci hansı ki göldür. Burada da qazlardır. Burada da qazların göldür. Bu qazlar da sort qazlardır, səflənən. Bəli. Keçmiş vaxtı Xaxları. bizim bəli nənələrimizin, babalarımızın dövründə olan qazlar. Davam edək. Gələn qonaqlar biz gəldiyimiz istiqamətlə gəlir. Üzr istəyirəm, burada bir diqqətimi çəkdi. Bu da buradan yetişdirilir, tərtib. Yoxsa Yox, rəngli. o təbiətin bir Təbiətin faktorudur. öz O təbiət faktoru, hə. faktorudur, bəli. Biz nə qədər gözəllik üçün çalışsaq, təbiət də öz gözəlliyini, bəli. öz təşəkkürünü bilir, təbiətə bilir. Burada dovşanlar hissəsidir. Kaliforniya və Yeni Zelandiya dovşanlarıdır. Hal-hazırda hansı ki, sort dovşanlardır. Bunlar nədir belə? Yuxarıda dediyim sizə Hollandiya sortu komponlar və bunlardır. Oradakılar sultanlardır. Çox gözəl görünüşü var, fərqli. Bu hissədə də gördüyünüz olan içlərdir. Hansı ki, burada Alabama. Gəl. Bunun adı nədir? Bella. Bu hansı ölkə sortudur bu? Bu Türkmenistan'da Alabaydı. Alabay. Bəli. Bəs bu? Bu Türkiyədir bu da. Kars çobanetidir bu da. Kars çobanı. Kars şəhəridir, bəli. Bunlar böyüyən, lap böyüyür də, yek olur yoxsa? Yox, bunlar hal-hazırda ən böyük formaları. Bu kangaldır, bu da Türkiyənindir. Bir də diqqət çəksə də orada da hər bir bitin pasportları mövcuddur. Yəni onun müalicəsi, Onun müalicəsi, hər bir şey, bütün qulluqlar falan hamısı qaydasında da yazılır. Bəli, Yoxlanılır. bir yerdə tam ciddi bir şəkildə yoxlanılır, onun üçün şey aparılır. Biz onların qulaqlarına hər gün mütəmadi müalicə olsun deyə dərmanlar vurulur, mazlar sürtülür ki, müalicə daha da sürətləşsin. Yəni hər bir şey yüksək səviyyədə hamısı tam diqqətlə iynələri, hər bir şey vaxtı-vaxtındadır. Tamam qaytarıb. gələn adam buranı gəzə bilər də, rahat belə. 8 hektarlıq ərazidir. Gələn qonaqlar 8 hektarlıq ərazinin hər bir yerini gəzir. Rahat gəzə bilər. Gəzməkdə sərbəstdir, bəli. Meyvələrdən dilədikləri qədər yeyə bilirlər. 3 saatlıq vaxt ərzində ruhlarını Rahat dincəlirlər. gəzə bilər. Rahat istirahətlərinə eləyə bilirlər, bəli. İstəsələr gələn qonaqlar özlərini yemək gətirib piknik də eləyə bilərlər burada. Hansı piknik ərazimiz oradadır. Qonaq sahib çox olanda əlaqəsi olar, sahib olanda. Dilədiyi yerdə, istədiyi yerdə onun üçün şərait yaradılır. Qonaq da rahat istirahət. Baxın dostlar, suallar verirsiniz, tez-tez kommentarda piknik eləyə bilərikmi, məsəl üçün gəlib videolarımda soruşurdunuz. Burada bax, yeməyinizi gətirib, içməyinizi gətirib piknik də eləyə bilərsiniz. İstəsəniz də burada da restoran xidməti var. Özünüzə, məsəl üçün əziyyətliyirsinizsə, burada da gəlib oturub buranın restoranından istifadə edə bilərsiniz.
İndi biz gedərsiniz. Hansı meyvələr var, onları da bulun. Bu göğem ağacıdır. Hal-hazırda indi hansı meyvanın sezonuysa onlar yetişir. Burada ilin 9 ayında burada meyvə olur. 9 ayında meyve. 9 ayında burada meyvə olur. Bəli. Hədəfimiz bizi ilin 12 ayında meyvəyə tapdırmaq. İnşallah. Bu da banan ağacı. Var. Var. Banan ağacı var. Burada Antep ağacından tutmuş, Antep fıstığına. Antep fıstığı da yetişir. Her bir şey var. Bizə Şəkin bu ərazisi çox yəni bərəkətlidir. İqlimi əladır. Günəş var, isti var, su var. Bəli, ən əsası da dəniz səviyyəsi. Dəniz Hər səviyyəsi. şeyi bəlirləyən dəniz səviyyəsi. Ümumiyyətlə burada çox insan yaradılar. Meyvə bir bağı kimi, bəzi sırafotan bağı kimi olur. Baxır, amma burada 3 dənə layihə icra olunur. Rentabillik, kənd təsərrüfatı, hansı ki, hər qarış torpaqdan, hər damla sudan maksimum dərəcədə istifadədir. Özünüz də gəzəndə ərazini görürsünüz ki, 8 hektar ərazidə boş bir yer yoxdur ki, ora başqa bir şeylə istifadə edir. Hər bir tərəf yəni ki, Hər bir tərəf tam rentabelli bir şəkildə istifadə edilir. İkincisi, ailə fermer təsərrüfatıdır. Yəni ailənin hər bir fərdi ən ilkin fazadan ən son faza kimi məhsul gətirib çatdırmaqdır. Məsələn, meyvəni sadəcə burada satmaq yoxdur. O meyvədən alınan məhsullardır. Misal üçün döyməcidir, turşusudur, mürəbbəsidir. Bunlardan istifadə ən son nöqtəyə çatdırmaq. yəni hər istifadə olunur da hər bir şey. Hər bir şey son nöqtəyə kimi istifadə olunur. Ondan sonra da üçüncü layihədə kənd təsərrüfatının turizmə inteqrasiyasıdır. Burada yəni 3 böyük layihənin icrası var. Dediyimdə digər meyvələr olan istəyəmiz. Hansı ki, bunu geri təşkil edilir, o Amerikan sortu 3 sos böyükəndir. Burada sadəcə rentabelliyi də burada necə göstərə bilərəm. Vaxt çox pisdir. Gördüyünüz kimi böyükən deyədir. Burada 10 yaş böyükəndir. Onların sağı və solu fındıq ağaclarının. O fındıq ağaclarının altı böyükənlərin 30 santim sağı, 30 santim solu zəfəran əkilibdir. Hansı ki burada Bilgəhin, İspaniyanın və İranın 3 dənə sort zəfəran əkilibdir. Bu gördüyünüz yollar və bu yollar hal-hazırda zəfəran yolları. Boşa verilmir də yəni. Burada heç bir şey rentabelli kənd təsərrüfatı olan adamlar. Bu indi belə görməyinizə baxmayın. Bu hal-hazırda yapmış vəziyyədir. sezonunda yəni ki, Sezonunda hissiyatı çox gözəl görsənir həm də. Bunun oktyabr ayında bardaqlama başlayır. Torpaqdan soğancıqlar çıxır, hamısı hər bir şəkildə bardaqlanır, yenidən köklük, yenidən əkiləsi soğancıqlar seçilir, onlar yenidən əkilir, hazır vəziyyətə gətirilir. Gördüyünüz bu böyürkənlər də bunlardır. Hansı ki o Hal-hazırda gördüyünüz kimi bu cür böyüklüyünü. İstədiniz orada böyükdür, ondan da böyük olur. Bu daha böyükdür. Görürsünüz. Bunun bir dənəsinin ağırlığı 27 ilə 33 qram arasında olur. Şirindir bu şey. Dadı da çox fərqlidir. Burada ümumiyyətlə olan gələn qonaqların əksəriyyətindən eşitdiyimiz odur ki, buradakı meyvələrin dadında fərqlilik var. Yaxşı mənada. Bunun hamısının səbəbi bağı yaxşı qulluqdan, düzgün belə deyim də budanmadan Professionallar tərəfindən qərar olunur. Professional tərəfindən olan bir şeydir. İstəmirsə o kalibrində də, dadında da öz əksini göstərir. Ağac elə bir ki, o qayğını geri qaytarır. Əlbəttə. Əncir ağacı da gördüm hətta burada. Hər bir şey. Burada yəni gəlmək istəsə meyvə tablicasında göstərir. Bu tablicada nə qədər böyük olsa da meyvələrin əksəriyyətini burada özümüzə sığdıra bilmədik. Bu gördüyünüz tablicası bağda olan meyvələrin tablicasıdır. Qiymətləri də hal-hazırda satış olan qiymətləridir. Hansı meyvə bu dəqiqə varsa onları yazılır orada, qiymətləri yazılır. Hansı ki sezonda da onlar yazılır. İstədiniz məsəl üçün gəldiniz uşaqlar, götürdünüz bunu, düşürsünüz bağa, yığırsınız, gələndə bunu qoyursunuz səkiyə. Amma yemək pulsuzdur. Burada nə qədər yetişir pulsuzdur.
Aparmaq pulunu. Hə, işin artıq. Baxın, burada da nə qədər də böyük olsa da, burada da bizim sırıqçılanmadığımız bir çox meyvələr var ki, hansı ki, çeşid o qədər çox. Misal üçün, ən adi, gilasın sadəcə burada iki növü əks olunur. Ağ gilas və qara gilas. Gilasın burada 11-dən çox çeşidi var. 11-dən çox çeşidi var. 4 dənədən çox albalı çeşidi var. Bu, bütün meyvələrə aiddir. Bütün meyvələr, bağda görünür, bu tarif kimi bütün meyvələr. Ümumiyyətlə, bütün meyvələrin burada tez yetişən, vaxtına yetişən və gec yetişən növləri var. Burada may ayında gilas yetişəndə bazarda hər gilas olmur. Mayaqlı gilas deyilən hansı ki, tez yetişəndə birinci burada yetişir. Ondan sonra bizi bazara çıxmağa başlayır. May ayının 3-ündən, uzağı 5-dən bizə mayaqlı gilas artıq hazır vəziyyətdə olur. Sapşağı hazır olur. Bəli. Görürsünüz. Qardaşın əlində də var. Yavalı. Burayı isə Buraya isə kafe və restoran xidmətlərimizdir. Bu açıq sahəsidir. Gələn qonaqlar burada hansı ki, süsləmək istəməklə imkanlarla təmiz olunur ki, günortanın içində sərinləşdir. Burada keçdiksə adam sərinlik hiss edir. Mən deyirəm, hardan gəl, baxıram. Eynən burada bisetkalarımızdır. Bisetkalar da mövcuddur və qapalı restoranlar var. Bu qapalı restorandır, uşaqlar. Bəli, Qarşı tərəfdə, bunu göstərim sizlərə. Küçük qapalı restorandır, uşaqların rahatlığı üçün körpə uşaqların belə manejlər də var. bunlar da bağımızın kamyakları. Nədir? Maraqlı görürsən. Kamyak, Hə. sumqariklər, dağıstan da deyirlər. Dağıstan. Bizlər üçün burada. Görürsünüz burada şirin şəkildə durub baxır. Allah. 8 yaşayırlar orada. Bir də sənin nə göstərir? İnşallah yekun markası da olur. Orayı. Bu da bizim təndir xanamızdır. Təndirxana burada yerləşir. Bunlar qırmızı maraq səhv edirəmsə. Bəli, bunlar doğrusu. Bunlar doğrusu aşağıda üzümlərdir. Hansı ki, kişmiş üzümündən tutmuş, avatar üzümünə kimi çeşidlər üzümlər o qədər çoxdur. Saymaq çox vaxt aparacaq. Bunlar çox Bu isə də inşallah. Bu isə də olacaqdır. İnşallah Biogardenin sirkəsi nöqtəsi. Gələn qonaqlar burada. Sadəcə özlərindən ət və suları gətirib. Burada yox qalan hər bir şey buradan olmaq şərti ilə kebab çəkə bilərlər. İstədiklər bir yeməyi düyüzsə bilərlər. İstədiklər hər bir yeməyi pişirə bilərlər burada. Onun üçün şərait sərbəst orta. Sərbəst bir şəkildə girir ora, elə bir bura onsuz da dünyadan bir ayrı bir yerdir. Burada dünyanın içində başqa bir dünyada özləri üçün ailə bir şəkildə Özünə qulluq. özünə qulluq girib istədikləri yeməyi hər bir şərait onun üçün yaradılacaq. Hal-hazırda tikinti işləri gedib xırda-para bir proseslərə qalxdı, onlar da yekunlaşacaq Allah'ın izniyle. İstədikləri kimi istədikləri yeməyi pişirməkləri üçün şərait yaradılacaq. Nə istəyir? Öz ondan sonra oyununa kimi gəlib burada özü də kəsə bilər. Bizim əməkdaşlar köməyinə gəlib kəsə burada özlüyü çalışıb qeyridirlər. Burada uşaqlar namaz otağı da var. Bəli, namazlar buradadır. Burada. Bəli. Bu istiqamətdə də ikinci qapı namaz otağıdır. İçəridə. Ha. İbadət edilmək üçün otaqdır. Burada da ki, ibadətlərinizi edə bilərsiniz rahat. Yəni, hər bir şey düşünülməkdir burada. Gələn qonaqlar da burada dəst namazlarını alıb gedib orada ibadətlərini edirlər. Rahat şəkildə dəst namazınızı aldınız. İbadət elədir. Hər bir detal fikirləşdiribdir. Onların əsas yerlərindən biridir. Çiyələk də var burada. Bəli. Sonra bu nə idi? O sitrus, mandalindir. Mandarindir bu. Bayaqsı dediyim mandalinlər. Mandarin yetişəndə bura vaxtında qəşəng görünüş alır. Çox gözəl. Burada
Sosialliklər də Bu bunlar. hissələrdə İtaliyanın Murano sortu çiyələkləridir. Bu sağ tərəfdə bostandır. Tərəvəz sahəsidir. Lokan təbii xiyar, lokan, süper. Moruqların göz hamısı gözəlliyinə baxın, salxımları. Bostanımız da var. Bu çiçəklər nə deyir? Onlar isə dekorasiya, bəzək çiçəkləri. Banan ağacı da var uşaq. Mən çəkmişdim Bakıda. Odur banan ağacı, biri də bu tərəfdədir, bəli. Bu meyvə verir yoxsa? Meyvəsi hal-hazır əli boyda olandan sonra düşür. Onun üçün bunun da səbəbi Əraziyə. istiliyin olmamağını görür. İstilik çatmır deyə. O da əli boyda bir böyüyəndən sonra axı düşür. Yox, deyilən şey yoxdur. Hər şey var. Görürsünüz. Şəkildə banan ağacı. Buradakı kəsildikcə yenə çıxır oradan, keçər zoğlarından çıxır. Artım olur. Hər il dibindən kəsilir. Öz-özünə yenidən tərkə gedir. Möhtəşəm. Üzümlük sortlar da. İnşallah bəli. 10 günə, 15 günədə üzümlər özünü çatdırır. Kalibri də böyükdür buradakı meyvələr. Biri kalibridir. Mən indi qaydanda sizə göstərəcəm, onu daha yaxın çəkmək olarsınız. Burada üzümlər var ki, salxımı 30 santimdir bu boydadır. Sadəcə salxımı. Bir salxım 30 santim boyundadır. Burada Özbəkistan sortu var. Deyirlər 7 ildən bir məhsul verir. Öyle bir şey var, olur başı. 7 ildən bir 7 məhsul. ildən bir məhsul verir. Hə, Özbəkistanda getmişdim, orada var idi. Onu bayıq falan. Çünki burada çeşit o qədər çox ki, onu biraz fiyatda saxlamaq da Çətin. çox çətindir. Çünki dediyim kimi, adilən sözüm, 2 dənə biz ağac var çəkirik, gilas, albalı. Gilasın özünün öz içində 11-dən çox çeşidi olur. Fərqli olmalıdır. Albalın özünün 4-dən çox çeşidi var burada. Armudun özünün 30-dan çox çeşidi var burada. Bir Onlar- tək armudun. Yatdı. Gələn qonaq normalda çiyələm torpaqdan yerdən əkilənmişik. Gələn qonaq əyilir. Bu sırf gələn qonaqlar əyilməsin deyə olan bir şeydir. Boy hizasına rahat əllərini uzadır. Yəni rahatçılıq fikirləşilir. Rahatçılıq üçün hər bir şey. Yəni bu burada başqa yerdə olmayan bir şey, görülməyən bir şey. Gəzə-gəzə burada böyle toplayırsınız. Yiyirsiniz. Sadəcə Əsla bir salqın. bir dənəsi bir salxım. Yəni onun bir hardasa gələr 4 kilo falan. 4 gələr. 4 kilo gələr. Evet. Başka bir göstermeye bir şey var. Kapıda tablet sana göstərir. Hansı orada ədəniz fabrikası Ha, bir aldı. qanun qayda qanunda təsir Bunu göstərər. Sonra da orada verək. Aha. Sonra da verək. Mən orada deyəm. Qaydalar sizə çəkərsiniz. Mən özümdə bir dənə yüngül var. Qaydalarına da test üstündən keçərəm. Sitrus bölməsinə baxmaq istəyirsiniz? Nəyə? Sitrus bölməsinə. Hə, orada maraqlıdır. O gilas hissəsi deyil, doludur. Gilas var, saxlayın. Ümumiyyətlə, artıq sezonu bitirdi. Bunların soyuq havalarda güzel bağlanılır da. Sitrusun səhvlənəmsə yoxsa? Bağlanır normalda, dip bağlanır. Aha. Adaptasiya dövrünün ümumiyyətlə yekunlaşır. Həm də şəkidə elə çox sərtdir, qış soyuq keçmir deyə ona ehtiyac olur. Amma qış sərt keçsən, bəli, mütləq şəkildə bağlanmalıdır, biz səhlində bağlanırıq. Bu hissə bizim bağımızın sitrus bölməsidir. Sol tərəfdə mandalinlərdir, greypfrutlardır, sağda apelsinlərdir, limonlardır. Burada hər bir şey var. O istiqamətdə göstərəcəm, o istiqamətdə də feyfalardır. Feyfalar Azərbaycan sortudur, mandalinlər isə bunlar bu iki sort Türkiyə sortudur. Orada sən Azərbaycandır, aşağıdakılar yenə ilk başda sizin göstərilir, çiyələmin bölündə onlar da, onlar da İtalyan sortudur. Çiyələmin başına göstərir. Bunlar gavallardır, Qadına da baxa bilərsiniz. Bu arası ki, mürəbbəlik gavalıdır. Var mürəbbə üçün istifadə olunur. Qadından doyurulur. Bura?
Bu isə də bax. Feyxala. Feyxala ağacları. Düzdür. Ən böyüyü qarşıdadır. Bəli. Ən böyüyü qarşıdadır ortada. Bəli. Düzdür. Üstünə də artıq yavaş-yavaş məhsul oturubdur. Bunlar böyük olur da belə. Bunlar çox böyük olur. Həm bu feyxadır, Massachusetts bölməsidir, qış ayında yetişir. Ona görə hal-hazırda xırdadır. Feyxalar böyüyəndə əlinizdəki qavaldan da böyük olur. Bunlar hamısı damcı ilə sulanır da, damcı. Hamısı damlıq olmaq istəyir. Hədir. Təkcə qarpağa başqa bir şey yapmır. Bura adından da bağlı olduğu kimi tam organik bir təsərrüfatdır. Burada yetkin hər bir meyvə sayılır tabii ki. Həm dadında, həm qəlbində, həm çeşidinin çox olmağında fərqli yaradır. Onun da səbəbi hər bir şey burada təbii bir şəkildə yetişdirilməsidir. Hər bir meyvə. Elə meyvələr görünüşü yaxşı olur bazarda. Məsələn, yeyirsən dad olmur. Bəli. Onun səbəbi bəli, o hansı ki meyvəyə vurulan əlavə dərmanlardır, preparatlardır. Onlar gətirib çıxarır. Burada elə bir şey olmur deyə yeyilən meyvə də burada bazardan fərqli bir tamda olur. Öz o torpaqdan o götürdüyü minerallarla daha da dadlı olur. Bəli. Sözüm yox, gübrələr də biz ağacı dəstək olsun deyə gübrələr də verilir, güclü gübrələrdir. Onların hər biri ağacın daha yaxşı inkişafı üçün təmin olunur. Bura bioqardan bizim ərazinin xəritəsidir. Demək, burada qaydalar yox, qaydalar oradadır. Bu xəritədə həm meyvə sahələridir, həm də xidmət obyektləridir, öz əksini tapırsa rəqəmlərlə. Biz sarı rəngdə olanlar meyvə sahələridir, markov rəngli, turuncu rəngdə olanlar da xidmət obyektləridir. bura Bioqardan giriş hissəsi tablitsadır. Hansı ki burada məkan qaydalarıdır, öz əksini tapıbdır və məkandan istifadə şərtləridir. giriş vaxtları saat 9:00-dan 20:00-a kimi fəaliyyət göstərir. Yerli vətəndaşlar üçün 5 manat, xarici vətəndaşlar üçün 10 manat. Bu istiqamətdə Yəni ki, ərazini bir də təlim keçmişliklər mühafizə edir. Axşam qalxır, çıxdıqdan sonra aşağı görünür, əraziyə buraxılır. Hər gün axşam buraxılır, səhər günü. yəni o deməli bura Şəki Növrət kəndində yerləşir. Hasan xidmətinin yanından, yaxınlığında yerləşir. Oğuz istiqamətinə gedəndə yolun sağında, yolun qabağında da dönəcəkdə aşağıda əksini tapdı. açıqlama hissəsində də Instagram adresi və də buranın tam ünvanını paylaşacağam. Belə çox sözümüz var. Sözüm odur ki, təbiətimizi qoruyaq. Hər bir kəs, hər bir insan təbiətə öz töhfəsini versə, həyat daha yaxşı olur. Biz də öz töhfəmizi verməyə borcluyuq. Hərlik dostlar, indi birazdan da gedəcəyik. Digər maraqlı hissələr göstərəcəm sizlərə. Bu video Şəkiyə gəlsək, nə bilərik, aralara gedə bilərik. O üzrə yəni hazırlayıram. Bir dənə like qoyun videoya. Bu şəkildə. Çox ehtimal suyu. Hər kəsə belə olur da bu. Hər kəs gələn qonaqlara çay servisində Biri Aksu, 2 dənə biri dəm olur sıx, biri də Aksu. Hə dostlar, burada gördüyünüz kimi xarici qonaqlar da çox gəlirlər. Məsələn, ərəb qonaqlardır. Onların da sevimli məkanlarından biridir bura. Hə, mənim arxamda görürsünüz. Bura istirahətə gəliblər. Hə dostlar, indi sizlərə Şəkidə Afrem evlərinin qiymətini göstərəcəm, sizə şəraitini göstərəcəm. İçəri Afrema girən kimi sol tərəfdə
cür masadır. Hovuzu var. Bura isə freymin özüdür. İndi içini də keçib göstərəcəm sizə. Dostlar, mangalı da var həyətində. Ləncəyi də var. Çöldən görünür. Marxal yolunda yerləşir şəkildə. Gedək içinə baxaq çəkilən necədir. Buradan da mənzərə belədir. Dağlara açılan mənzərə. İçərisindən daha geniş də içərisi. Sağ tərəfdə bu cür. Bunun adı nədir? İçəri girəyin kimi yerləşmək üçün, yerlənmək üçün bu cür. Sonra sol tərəfdə divandır. Paltarlarınızı asmaq üçün bu cür vasitədir. Kondisioner, televizor. Sonra sağ tərəfdə daxillik, sağ tərəfdə bir cür otaqdır. Bir yataq burada, 2 nəfərlik burada. Bura neçə nəfərlikdir? Opşu 13 nəfərlikdir bura. Burada monitorudur. Həyətə bir mənzərə açılır. Burada dolabıdır. Daha sonra soyuducusu. Bura mətbəx hissəsidir. Sol tərəfdə paltar ütüləmək üçün vasitədir. Burada da 2 nəfərlik yataqdır. 2 nəfərlik yataq, dolabı, toz-soranı. Burada bir yataq otağıdır. 1, 2. Burada sanitar qovşaqdır. Burada sanitar qovşaqdır. Buradan isə yuxarı qalxırıq. Mükəmməl. Buradan bir mənzərəsi var. Yuxarıdakı otaqdır. Burada belə geniş böyük monitordur. 2 nəfərlik yatağı, masası. Burada 2 nəfərlik yataq otağı yenə. Burada da 2 nəfərlik yataq otağıdır. Point orada var. Burada sanitar qovşaqdır. Dostlar, gəldik şəhərin tam mərkəzində yerləşən Çələbi xan restoranına. Burada da şəkil bitkisinin hazırlanmasını göstərəcəm sizə. Burada da Çələbi xan restoranıdır. Şəkilin tam mərkəzində yerləşir. Gözəl restoranlardan biridir. Şəkil gəlsəz mütləq bu məkana da gəlin dostlar. Keçə-keçədə görək nə var, nə yox. Burada bizi geçək. Restoranı dostlar. Ətrafını göstərirəm, həyətini göstərirəm. Bura həyətidir. Həyəti də genişdir. Həyətində də əyləşə bilərsiniz. Bana görünüş bu cürdür. Bu da ki çöl tərəfdən görünüşüdür. Bu qarşıdakı məsciddən bura, məscidin yanından bura. Təxmini 200 dəqiqəlik yoldur. Bu restoranda yaxşı piti olur, o pitinin hazırlanmasını göstərəcəm mən.
Deməli, bugün biz sizə Şəkinin ən önəmli tanınmış mətbəxinə aid olan yeməklərdən Şəki pitisinin hazırlanma qaydasını sizə indi göstərəcəyik. Şəki pitisinin bişməsində ən önəmli sahələrdən biri bunun bu Şəki sənətkarları tərəfindən hazırlanmış xüsusi gil qabların olması şərtidir. Öncəliklə tərkib hissəsi olaraq noxud, qoyunun yumuşaq tikəsi, quyruq, doğranmış soğan, duz, şabalıd, cavalı və zəfəranın istifadə olunur. Öncəliklə noxud suda yuyulduqdan sonra 8 saat suda bişməsi üçün dinləndirilir. Birinci olaraq, yavaş-yavaş edəcəm, bax. Birinci olaraq noxud alt hissədən tökülür. Doğranmış soğan istəyə görə artırıla da bilər. Biz şərt olaraq bu qədər eləmişik. Ağız tadına görə duz əlavə olunur. Qoyunun göy tikələri altdan. Qoyulur. Ondan sonra cavalı qurusu, şabalıd, üst hissədən də quyruq qoyulur. Sonra kiçik vamodda ya da kömür mangalın üstündə suyu tökülərək vamodda 10-12 saat bişmə sürəsi var. Təbii ki, suyu tökəndən sonra bunun ətin kəfini alırıq və yenidən su əlavə edərək səngin odda, vamodda bunu 8-10 saat arası bişmə sürəsi olur. Quyruğun qızarlıq bişmə ana çatanda stola verməmişdən qabaq bunun üzərinə də zəfəran tökülür. Sonra hazır olur. İndi biz sizə onun hazır vəziyyətində göstərəcəyik. Bişmə prosesində çək. Artıq burada bişmə sürəsi pişir, ancaq hələ quyruqların üstü qızarmayıb, qızarıb bu səviyyəyə gəlir, çatma mərasimi olacaq. Bu şəndə belə olur, qızarmış. Bundan da qırmızı vəziyyətdə düşür, etap pişir. Vamodda pişir. Uşaqlar gəldi, pitimiz. Bayaq göstərmişdim onun çəkilmiş prosesini. Həmin o pitidir, özüdür ki var. Böyle yanında böyle turşudur. Sonra da dönüyor sonra. Ve reyhan kompotu. Ve reyhan kompotudur. Birinci buldu isti olur. İsti olduğuna göre birinci onun suyu bu cür əlavə olunur. Boşqabağa. Əlavə olunandan sonra çörək doğranacaqdır onun suyuna. Belə də daha dadlı olur, yaxşı olur. Belə çək qapaq var. Hə, çəkin. Sumaq əlavə olunacaq ona. Və qarışdırılır. Qırmızı soğanla yanında da belə reyhan kompotu. Yaxşı ki, harada yemək olar? Çələbi restoranda şəkildə. Suyunu yəndən sonra əzmək üçün də bu cür əzilir. İçindəki o quyruq hissədir, ətdir, noxududur. Qarışır bir-birinə və yemək daha rahat olur. Düzür.
Burada boş qaba belə boşaldılır. Tam qarışır da. O, super. Böyle sumaq əlavə edirsiniz. Möhtəşəm dadı olur. Böyle karıştırılır geçer. Bu restoranda, Çələbi xan restoranında böyle güzel dekorasiyası var. Neyse dostlar, Çələbi xan restoranında Şəkinin tam mərkəzində yerləşir. Dostlar, Şəkiyə gələndə gəldiğiniz məkanlardan biri də Şəki Xan Sarayıdır. Dolayısıyla Şəki Xan Sarayının Şəki Xan Sarayına doğru gedən yoldur. Burada dostlar, Şəki Xan Sarayının qarşısıdır. Şirniyyatlar satılır. Giriş ise buradandır. Belə. Dostlar, deməli, giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manatdır, turistlər üçün isə 15 manatdır Şəki Xan Sarayına. Bilet çöldə satılır. Giriş də buradandır. Və dostlar, Şəki səfərimiz də sona çatdı. Üst çıxırıq Bakıya. Maraqlı bir vlog oldu. Sizi gördüyünüz şərtlərdə fikirlərinizi bildirməyi unutmayın. Və kanalıma abunə olun dostlar. Hələlik.